Aktrisa Üzey Kərimovanın başına iş gəlib. İki sahilin məlumatına görə aktrisa ailəsi və rəfiqələrlə çərşənbə axşamını qeyd etmək üçün restorana gedib. Restoranda isə insident yaşanıb və rəfiqəsinin həyat yoldaşı xəsarət alıb. Üzeyl bu haqda sosial şəbəkədə video paylaşıb. Günümüz yaxşı başladı, amma qanla bitdi. İki xəstəxana gəzmişik. Ailəmiz və ailə dostlarımız restoranların birində qonaq oldu. Kiçik hadisə baş verdi və daha sonra böyüdü. Bizim masamız xanımlar və uşaqlarla dolu idi. Tək kişi rəfiqəmin həyat yoldaşı idi. Hadisə nəticəsində ona xəsarət yetirildi və biz təcili yardımla xəstəxanaya getdik. Restoranda dedilər ki, biz tədbir görəcəyik, amma heç bir tədbir görülmədi. Restoranların birinə ailəmizlə və ailə dostlarımızla birlikdə yığışırıq. Əyləncə yeni başlamışdı. Kiçik bir hadisə baş verir, onun üstünə hadisə böyüyür, daha böyük bir hadisə baş verir. Bizim masa xanımlarla doludur, bəylərdən sadəcə uşaqlar və birdən də rəfiqəmizin həyat yoldaşı var. Rəfiqəmizin həyat yoldaşına xəsarət yetirirlər.